Cərrah olmayanlar da bilirsiniz yəqin ki, cərrahiyyə ilə məşğul olmağa başladılar. Hətta diplomu olmayan, sertifikatı olmayan həkimlərimiz bugün cərrah kimi özünü təqdim edir və etməkdə davam edirlər. Buna görə də bildiyimiz ağırlaşmaların çoxusu da elə o həkimlərin əlində oldu. Yəni həkim olmayan təbəqənin deyərdim əlində oldu və o da bizim işimizə təsir elədi. Görəsən mənim gedəcəyim həkim, hətta mənə də sual verilir, sizin diplomunuz var və mən bəzi həkimlər diplomlarını təqdim elədilər sosial şəbəkədə, sertifikatlarını təqdim elədilər. Mən açığı fikirləşdim ki, yox, xalqımız yəni məni bir həkimlikdən öncə müəllim kimi də, yəni pedaqoq kimi də tanıyır. Çünki mən hər zaman özümü təqdim eləyən zaman qeyd eləyirəm ki, mən həm pedaqoqam, həm cərraham. Yəni tibb üzrə fəlsəfə doktoru olmaq üçün bir alimlik dərəcən olmalıdır, elmi məqalən olmalıdır, dediyim kimi bir kitabın olmalıdır. Bu baxımdan mən hər zaman özümü təqdim edirəm. Mən düşünürdüm ki, məni izləyənlər bunu bilir, amma sonralardan sosial şəbəkəni izləyən zaman gördüm, yox, xanımların çoxusu doğrudan da bilmir və bu çıxışımız da bir maarifləndirici olar ki, hamıya biz təqdim eləyərik ki, yox, Səkinə Xudiyeva tibb universitetini bitiribdi, cərrahiyyəni bitiribdi. Dediyim kimi, plastik cərrahiyyə mərkəzinin mən qəbul şöbə müdiri olmuşam. Bu illər ərzində çoxlu plastik əməliyyatlar icra eləmişəm. Bu da gəlib harasa bir 10 ilə çıxır. Yəni 10 il müddətində iş fəaliyyətim 15 ilə çıxır, amma 10 il müddətində plastik cərrah kimi çalışmışam.